RAM nədir, nə işə yarayır? Biz kompüteri toplayarkən və yaxud hal-hazırda olan kompüterimizi upgrade edərkən, yüksəltmə edərkən, yəni RAM-ın hansı nüanslara fikir verərək bir qrupunu yüksəltməyə, upgrade edə bilərik və kompüter toplama anlayışı haqqında qısaca məlumatlar vermək istəyirdim. Gəlin keçək videoya. RAM nədir? RAM müvəqqəti yaddaşları var. RAM-ı seçərkən nələrə diqqət yetirməliyik? Yəni, RAM alarkən kompüterimizin hansı növ RAM dəstəklədiyini bilməliyik. Yəni, anakartımızın hansı növ RAM dəstəklədiyini bilməliyik. DDR4, DDR5 və s. Yəni, anakartımızın RAM növünü dəstəklədiyini bildikdən sonra, anakartımızın kompüterimizin hansı mehezədə, hansı sürətdə RAM dəstəklədiyini onu da bilməliyik. Məsələn, anakartımız maksimum 6000 mehezəyə qədər RAM dəstəkləyir və biz ona uyğun RAM seçməliyik. Və RAM seçərkən ikinci məsələ, əgər 16 GB-lik bir RAM seçiriksə, bunu 8 almalıyıq. Yəni dual channel etməliyik. Single channel var, bir də dual channel var. Bunların fərqi ondan ibarətdir. Single channel əgər 16 GB tək 16 GB qoymaq istəyirsinizsə, bu effektiv olmayacaq. O qədər yaxşı işləməyəcək. Çünki 2.8 qoyduqda dual channel olduğuna görə daha yaxşı işləyəcək RAM-lar və siz o verdiyiniz pulun RAM-ın gücünü tam almış olacaqsınız. Və üçüncü nüans, RAM-larda iki cür profil anlayışı var. Intel profilli bir kompüter yığırsa və AMD profilli kompüter yığırsa, bundan fərqli RAM profilli RAM-ları var. Onlara uyğun olmalıyıq. Məsələn, Intel-li bir kompüter toplayırıqsa, onun üçün XMP RAM-larını almalıyıq. Amma AMD-li bir kompüter toplayırıqsa, Expo profilli RAM-ları almalıyıq və bunu aldıqda bizim kompüterimiz daha yaxşı stabil işləyəcək. Çünki o RAM o profilli kompüterin uyğunlaşdırdığına görə. Və dördüncü məsələ, biz RAM-ı bu nüanslara fikir verdikdən sonra önəmli əsas nəyə diqqət yetirməliyik? RAM-da CLA deyilən bir anlayış var. Yəni RAM-ın gecikmə dəyəri. RAM CPU-ya nə qədər tez informasiya ötürür? Məsələn, CLA 26 bir RAM, CLA 40 RAM-dan daha sürətlidir. Çünki CLA nə qədər az olarsa, RAM-ın gecikmə sürəti az olacaq yəni və ona görə də sürətli olmuş olacaq RAM. Və beləliklə ən axırıncı və bu meyarlara fikir verərək daha yaxşı RAM seçmiş olaraq anakartımızın növünə uyğun, mehezəsinə uyğun, single və dual olmasına və RAM profilləri, CLA dediyimiz gecikməsinə uyğun, onları düzgün daha yaxşısını seçim edərək onları daha yaxşı seçə bilərik. Biz məsələn RAM alırkən yenə DDR4, DDR5 olmasına baxmalıyıq. Onun hansı mehezə olduğuna baxmalıyıq ki, anakartımız bu mehezəni dəstəkləyir və dəstəkləmir. Single dual edəcəyimizi belirləməliyik əvvəlcədən. Profillər nə olacaq, onu seçməliyik. Nə qədər CLA bir az olan bir RAM alsaq, bir o qədər bizim üçün daha yaxşıdır. Və bunları etdikdən sonra biz RAM-ı aldıq, kompüterə yerləşdirdik və kompüteri açdıq, topladıq. BIOS ekranı gəldi. Əgər biz birbaşa RAM-ı taxsaq, kompüter default rejimində RAM-ın default fabrika çıxışında mehezəsinə uyğun işlədəcək. 5400 mehezədə. Siz deyirsiniz ki, mən RAM almışam, bu niyə 7600 mehezədə işləmir? Çünki siz bunu əvvəlcədən BIOS ayarlarından XMP 1 ayarına gətirib və mehezəni seçməlisiniz. Seçəndən sonra avtomatik olaraq RAM həmin mehezəyə uyğun, həmin sürətə uyğun işləyəcək. Yenə də bu meyarlara fikir verərək düzgün RAM seçmiş ola bilərik. Ən axırıncıda, əgər RAM seçiriksə, bunları bilinmiş markalardan seçsək, bir o qədər problemsiz mal almış olaraq. Çünki bəzi markaların malları olur ki, defekt çıxır və yaxud yaxşı çıxmır. Sizə ən iki düşünmədən ala biləcəyiniz iki marka adı verirəm. Corsair, bir də G-Skill. Hal-hazırda G-Skill RAM-larını mən işlədirəm. 1 ildə, hətta 2 ildə olacaq. Heç bir problem yoxdur. O vaxt Amazondan sifariş verəndə bunları düşünmədən belə sifariş verdim, yorumlarına baxdım, əlbəttə ki, amma çox cüzi halda defekt çıxa bilər yəni. Çox nadir hallarda. Heç problemi çıxmayan mallardır bunlar. Yəni çox əla keyfiyyətli markadırlar. Corsair və G-Skill. Bəzi insanlar fikirləşir ki, RAM-dır, əşi, nə fərqi var? İstənilən markadan alım, yerləşdirim. Xeyr, bu səhv düşüncədir. Çünki kompüterdə lazımsız bir parça yoxdur. Əgər birini perfect qoyursansa, yaxşı qoyursansa, digərləri də yaxşı olmalı. Çünki əgər yaxşı olmazsa, zəif olarsa, uyğunlaşmaz sistem bir-biri ilə. Çünki kompüterin detalları bir-biri hamısı ilə uyğun işləyir. Bir parçanın zəif olub, bir parçanın güclü olmağı uzun ömürlü kompüter ola bilməz yəni. Ona görə çalışdığımız qədər bilindik markalardan almalıyıq. Çalışdığımız qədər pula qənaət etsək, çox orta səviyyə olar, amma çox aşağı səviyyədə qoymamaq lazımdır. Məsələn, mən şahid olmuşam, anakartı gedib ən aşağı səviyyədən qoyurlar, giriş səviyyəsində. Amma gətirib üstün fərziyədə deyirəm, 4090 qoyurlar. Yəni ən güclüsü ekran kartı. Və ekran kartı da normal olaraq öz gücündə işləmir.
yarı gücündə. Sonra da başlayıb pisləyirlər ki, bu ekran kartı pisdir. Xeyr, sənin kompüterin düzgün toplanılmayıb, düzgün yığılmayıb ki, o həmin parça orada yaxşı işləyə bilsin deyə. Çünki parçanın yaxşı işlənməsi üçün digər parçalarda onunla uyğun eyni səviyyədə olmalıdır. Əgər elə olmazsa, digər parçalarda 10 idisa 9 işləyəcəklər, 8 işləyəcəklər. Tam performans almamış olacaqlar. Yəni biz bir səviyyəni gəlib üst səviyyədən gətirib bir səviyyəni alt səviyyədən qoyanda üst səviyyədəki alt səviyyədəkinin qurğuya uyğun iş. Mən özüm də kompüter toplayarkən Amazondan, Amerikadan hər detallına qədər yığdım, topladım, hər bir şeyini etdim. Sonsuz işlədi. Əgər kompüter toplayırsan, önəmsiz bir parça yox. Hər şeyi ona uyğun toplayın. Orta segmentçi orta segment olsun bütün parçalar. Aşağı segmentçi aşağı segment olsun. Yüksək segmentçi yüksək segment. Bu cür toplasaz uzun illər işləyəcək. Çox sağ olun. İzlədiyinizə görə